Herkese salam kızlar. Bugün size həyat yoldaşımın mənə qarşı davrandığı o pis davranışlardan danışacağım. Əvvəlcə onu demək istəyirəm ki, həyat yoldaşım maşın alandan demək olar ki, evə gəlmir. Yəni mən onu evdə heç görmürəm və maşın alandan artıq mənə əvvəlki kimi münasibət göstərmir və hədsiz dərəcədə çox əsəbidir. Daha sonra sizə onu demək istəyirəm ki, mənim həyat yoldaşım neçə gündür məni evdən çölə çıxmağa qoymur. Deyir ki, sən ancaq evdə oturmalısan, evdən çölə çıxmayacaqsan. Nə edir, nə eləmir, nə üçün belə danışır, necə davranır, mən anlamıram. Onu bilirəm ki, bu insan məni evdən çölə çıxmağa qoymur. Neçə vaxtdır mən dustaq kimi evdə oturmuşam. Dustaq kimi deyəndə ki, səhər çöllərdən yığa bilərəm səni. Ay padruqam, bu padruqam, o kafe, bu restoran, Yalan o deyir. çəkiliş, bu çəkiliş. Yalan deyir, mən evdən Mən yenə şərliysən ha. Evdən çölə çıxmıram qətiyyən. Mənə deyir ki, səni tanıyırlar, ona görə evdən çölə çıxmaq. Bütün günü evdə otur. Ondan əlavə onu deyə bilərəm ki, bu şəxs hədsiz dərəcədə mənə qarşı ekstra əsəbidir. Yəni mən deyirəm ki, həyatım səni çox sevirəm, o mənə deyir ki, sən qələt edirsən, sən niyə belə edirsən, sən qələt edirsən, məndən belə davranırsınız. O qışqırır üstümə durduq yerdə. Mən anlamıram bu niyə belə hərəkətlər eləyir. Yadınızdasa mən Trendyol sifarişlərimi çəkmişdim. O paltarların heç birini mənə qoymur geyinməyə. Hamısını alıb əlimdən özü aparıb maması gilə qoyub ki, sən bahalı şeylər almısan, giyməyəcəksən onu. 2-3 aydan sonra mən onu təzə kimi başqalarına satacağam. Heç qətiyyən qoymur o paltarları. Biznesdə məşğul olanda pul xərcləməklə deyil, pul qazanmaq lazımdır. Görürsünüz də, mən yalan danışmıram, yəni düz deyirəm. Yəni təsəvvür eləyin ki, mən artıq bilmirəm nə edeyim bu oğlandan. Bu oğlana mən necə izah edeyim? Şər atma bir dənə. Bəs Nə edeyim ki, bu insan məni başa düşsün. Yaxşı, Bu insan mən başa düşə bilmirəm.